R1, R2 radikalların birləşməsindən alınan maddə molekulu üçün uyğunluğu müəyyən eləyin deyir. Metil akrilat. Metil akrilatsa bu akril turşusunun metil efiridir. Akril radikalında da vinil var. R1'imiz vinil radikalıdır. CH. R2'ye gəlirik. Burada etil asetatdır. Deməli, asetat turşusu etil buradadsa bu CH3'dür. Yəni metil radikalıdır bu. Buradan da CH2, CH3 diye belə bir propen adlı birləşməsi var. sp3 hibrid orbitalların sayı 4'dür. Deməli 1'ə 4'dür. Yəni 1 4 ise 4 hardadır burada cavablarda? Biraz buradan yazaq. 4C'dir 1'ə C uyğundur. Metil qrupların sayı 1 ədəd var. Bura A'dır. Rabitə məqaməsinə gətirən qeyri-hibrid orbitalına hidrogenlərin sayıdır. S3H6 6 hidrogenimiz var. Pi'lərin 2 misli. Bir dənə pi var. 2'yə də vuranda 2 edir 6 ilə 2 8. 8 də burada deyildir. CA